Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Salam hörmətli tanışlar, Talih TV izləyicilərdə hər birinizi salamlayıram. Bugünkü Talih TV-nin qonağı Əslin Sarəkəndə doğulmuş, Körpəliyinin başlarına gəlmiş, başlarında yaşamış Sarı xanıdır. Buyurun Sarı xanım, özünüzü təqdim edin. Mən Hüseynova Sarı xanım, Balabəy qızı 1936-cı ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşam. 2-3 aydan sonra anam məni də götürüb gəlir, atam mənim Bakıya gəlib, Bakıda neftçi işləyib. Ondan sonra anam da gəlib atamın yanına. Biz də qalmışıq. Ondan sonra qalmışıq Bakıda. Çərəlidə sonradan cavan vaxtı gibi olmuşuq, kətdə çox olmuşuq biz, gəlmişik. Çərəldən nə xatırınızda qalıb? Xatırınızda qalan bir şey var mı? Çərəlidə gedirdik, gözəl yeridir, Çərəlin özü çox gözəl yeridir. Yaxşı, gözəl suyu olurdu, yaxşı bulaqları olurdu. Ondan sonra milləti də çox mehriban, bir-biri ilə mehriban dolanırdılar. Ziyarətgahlara hara getmişsiniz Çərəldə? Çərəlidən Mirrələ getmişdik. Mirsədi babanın ziyaretine. Ondan Gülüm amam oradaydı. Çox gözəl insan idi Gülüm amam, yoldaşı. Xatırlayırsınız Gülüm amanı? Bəli, oy, nə qədər, çox gözəl. Çox mehriban adam idi Gülüm amam. Dedikçe. Onun da kızı Melike oldu orada. Biz elə tez-tez gedirdik, Mirrələ gedirdik, əsas Mirrələ gedirdik Gülüm amamın yanına. Bir Məhəmməd anadan olduğu sizin yadınıza düşər yəqin. Məhəmməd də rəhmətlik, o uşaqdır. Mən onda şəhərdə idim. Sonra eşitdim mən onu. Sonra eşitdim. Amma mən sonra gedirdim, oğlumu aparırdı Zada kəndə. İmamqulu müəllim var idi, Qubadlı. Gediliyor, onun qızı 10 illiyi qutardı. Sonra gəldi, mən xahiş elədi ki, Məlikə qalsın, sənlə qalsın. Dedim, lap yaxşı, qoy qalsın bizə. Məlikə qaldı, yaydan yaya gedirdi, oğlumu da götürüb aparırdı Qubadlıya. Onu gedim, mən Qubadlıda olurdum. Orada da bir Məhəmməd rəhmətli mən gördürdü, day qızı, niyə sən bizə gəlmişsin? Dedim, nə bilim, qadan alım. Ondan sonra gəldi, özü apardı evlərinə. Ondan sonra çox mehriban, tar çaldı, bir heyvan kəsdi. Çox belə mehriban, çox dedikcə mehribanıdıq biz. Bir-birimizi görməmişdik, onun üçün adamzadır. Nə qədər Əmir Məhəmməd rəhmətli burada oxuyanda, qardaşlarımın ikisi də onu məcbur elədi ki, sən qal burada, səni alim eləyəcəyik. Dedi, dayı, axım, evim yəsirdi, ev orada qalır evim. Qağam heç nə demədi, Mir Məhəmməd çıxdı, getdi kəndə. Belə çox mehribançılığın, ailədə biz mehribançılıq görmüşük. Ayrı şey, biz pislik zad görməmişik bizim ailədə. Bir-birimizlə çox xətrinlə, hörmətlə, mehribançılığına, hamısı. İndi bu da icran ilə, uşaqlıqda ilə mənim qucağımda böyüyüb. Ailədə neçə qardaş bacı olmuşsunuz? Neçə qardaş bacı olmuşsunuz ailədə? Ailədə 2 qardaş, 2 bacı idik. Danışa bilərsiniz onlardan? Qardaşımın biri Hüseynov Kamran idi. O biri də Hüseynov Gürşat professoru. Elə o da professorudur, bu da. Gürşat da kafedra müdürü idi Media İnstitutda. Orada. Şəkili də var orada, şəkilləri. Çox mehribançılıq. Anam vəbşə gözəl, çox gözəl insanıdır anam. Mehriban. Layla xanım. Dedikcə.
Allah'ım. Sarayda qohumlarınızdan kim var idi sarayda yaşayanlardan? Orada əmim idi, şası var. Ondan sonra tay ayrı da kimlikçi adıdır, heyli. Sarayda biriləriniz olmuş tətilənlərdə. Mamalarım. Bak, mama deyirdi. Biz mama deyirdik. Mama deyirdik. Gülüm mamamıdır. Babamın 2 bayısı vardı. Gülüm mamam, Gülüm mamam. Bir de Zuba mamam. Zuba mamam Çerəlidə olurdu. Ama Gülüm mamam Mirer kəndində o yaşayırdı. Gedib gəlirdi yollara. Çox mehribançılığına, çox xətrinə, hörmətinə. Ondan Burada saraylardan kim var idi? Sizin yanınızda, ətrafınızda saraylar olub yəqin burada. Şərəldə elə gedirdik əmimgilə, şası var əmimgilə. Onun da oğlanları quluydu, qaçaydı. Ondan sonra onlarla məsələn ünsiyyətli idik biz. Gerçək idi. Qaçay. Hamı ilə mehribanla, xətrinlə, hörmətinlə dolanırdıq həmişə. Həmişə. Ondan sonra biz də çıxdıq, gəldik şəhərə, Bakıya. Babam burada Bakıda neftçi işləyirdi. Kərim əmim, birinci Kərim əmim getdi, kətdən çıxdı, getdi Kirov posyolkasına. Orada neft şirkətində işlədi. Sonra bizim rayondan da, kənddən də adamlar gedəndə, eləyəndə gedirdi hamısı Kərim əmimin yanına. O hamısını orada köməkləyib, hamısını düzəldirdi, köməkləyirdi hamısına. Çox dedikcə adlı sanlı, o Binəqədi rayonunda Baxşaliyev Kərim da dilinə danışırdı. Neçə onun 5-6 ordenləri vardı. 38-ci ildə orden Leninə o vaxtı Kərim əmmə verdilər onu. Onun çox həmişə, çox dedikcə neftçi, neft şirkətində çox böyük adı vardı Kərim əmmin. Babam da neftdə, babam sonra gedəndə Kərim əmmin düzəltdi onu ora. O da neftçi işlədi çox. Sulu Təpədə, ondan sonra Binəqədi rayonunda çox neft şirkətində işlədilər hamısı. Mehribançılar əllərin zəhməti ilə, zəhmətçi insanıdırlar. Əllərinin zəhməti ilə, mehribançılığına, hamıya da kim gəlirdi, hamısına çox xətrinlə, hörmətinlə, mehribançılığın hamısını düzəldirdilər, köməkləyirlər, onları da düzəldirdilər işə. Çərəlinin özü çox gözəl yeridir. Gözəl havası vardı, gözəl işçi insanları vardı, mehriban, hamısı ilə, bir-biri ilə mehriban, bir-biri ilə köməyə gedirlər köməyə. Ondan sonra orada gəlirlər, qardaşım, biz 2 qardaş, 2 bacıydıq. Bir Kəmran müəllim, Hüseynov. Ondan sonra onun əlini Kəmranın özü 3 dənə institut qutarır. Biri oxudu, gəldi, neftçi işlədi, Kərim əmim onu düzəltdi neft idarəsinə. Orada fəhlə işlədi. Fəhlə işləyə o getdi məktəbə. Məktəbi qutardı. O məktəbi qutarandan sonra getdi universitetə. Universiteti qutarandan sonra getdi Aziyə. Aziyənin neft sənayesini oranı qutardı. Oranı qutarandan sonra getdi müəllimlər institutunu, oranı da qutardı. 3 institut Kəmranın özü qutardı. Ondan sonra da çox adama kömək eləyirdi. Özü kəndə getdi, bir dəfə Zakir familiyası bilmirəm familiyası. Camalov. Zakir kolxoz sədri idi kənddə. Getdi ora, Osman Xələfovla özü getdilər ora. Getdilər, kəndinlə tanış oldular, insanlarla hamısı ünsiyyətdə oldular. Ondan sonra
orada baxdı, gördü uşaqlar, cavan uşaqlar hamısı oturub peynlikdə iş yox, güc yox hamısı. Deyir, oralardan soruşdu, nə oturmuşsunuz siz burada? Neyniyəyimi, dəs iş yoxdur. Gəlin Sumqayıta, mən sizə işə kömək edərəm. Orada ya işləyərsiniz, ya gedib oxuyarsınız. Çox adam Çərəldən, Qubadlı rayonundan gəldilər Bakıya. Gəldilər, qağam onları çox düzəltdi, kömək elədi çoxu. Ondan sonra onlara yaxşı iş təyin elədi, ev verdi onlara. Yaxşı işlədilər uşaqlar. Ondan sonra gəlindi çox Sumqayıtda mən özüm eşitdim. O İzzət Sadıxov var idi, rəhmətli. Onun oğlu balniçanın direktoru, atasının yerinə. Kimsə gəldi başladı, bu nədir belə? Və Sumqayıtın hamısı Qubadlı. Deyir, nə danışırsınız? Sumqayıtı elə Qubadlılar tikib. Bütün gələn hamısı deyə Sumqayıtın uşaqları idi. Gəldilər Sumqayıtı abadlaşdılar ilə. Sumqayıt yox oldu ki. Hamısı boş yerlər idi. Çox mehriban elə, hamısı ilə ünsiyyətdə çox yaxşı, bir-birinə ünsiyyətdə olublar onlar. Dayım da gəlib, Tomas kişi, ailəsi ilə gəldilər, orada Sumqayıtda yaşadılar, orada işlədilər. Hamısı əl-ələ verib, çox ölkəyə, millətə çox xeyir verdilər. Çox mehriban, Qubadlı rayonunun adamları çox mehribandılar. Bir-biri ilə köməyə, həmişə bir-birinə köməyə gəlirlər də. Və siz özünüzdən işləmişsiniz? Mən özüm də sanitar epidemiologiyada Sumqayıtda işlədim. Bu xəstəlik adında felşer işləyirdim. Ondan sonra oradan 20 il orada işlədim Sumqayıtda. Sonra yoldaşım qalxdı yuxarı, gəldi Bakıya. Oradan perivodla gəldim mən də Bakıya. Bakıda, Bakı şəhər epidemiologiyada orada işlədim mən. Ömrümün axırına mən orada işlədim. Çox mehribançılığına, namsını. Çox millət var idi. Bizdə də, Sumqayıtda da mən gedəndə, demək, Cəvan həkimdir. Media institutu qutarıb. Gəlib bizdə də hamısı erməni idi, rusudur, başqa millət idi işləyənlər. Bu Azərbaycanı qəbul eləmirlər ki, bəs sən də russan bilmirsən, o həkimin özü mənə dedi. Sonra yadıma saldı, mənim yadımdan çıxıb hamısı. Bəs sən russan bilmirsən, biz səni götürə bilməyik, işləyə bilməyik. Deyir, sən gəldin, orada zad elədi, düşdün onların üstünə. Düşdün üstünə ki, bu nə deməkdir belə? O gəlib öz vətənində işləmək istəyir. Onu siz burada işləyirsiniz, siz Azərbaycancan bilmirsiniz. Siz gərək özünüz Azərbaycanı biləsiniz ki, siz özünüz işləyəsiniz orada. Ondan sonra hamısı zəhmətlə belə mehribançılarla işlədilər. Bacımın yoldaşı Xələfov Osman çox zəhmətkeş, çox savadlı adamıdır. O getdi, universiteti qutardı. Ondan sonra universiteti qutarandan sonra onu götürdülər institutda, elə saxladılar institutda. Orada narkozda, orada dərs deyirdi. Çox adama kömək elədi orada institutda. Yaxşı, özünə ev tikdirdik. Kirov posyolkasında. Yaxşı, bağ-bağat saldı. Zəhmətkeşinə. Ondan sonra da xalam da, mənim Bənövşə xalam var idi, rəhmətlik. Onun iki oğlu, İsa müəllim, Paşa müəllim. İki oğlu var idi. Onlar, İsa müəllim dərs deyirdi Boynakərdə. Qızı danışırdı ki, atam Boynakərdə müəllim olub. Nə qədərə uşağa dərs deyib, öyrədib onları. Paşa müəllimdəki böyük qulluqda, həmişə böyük qulluqda işləyirdi.
Sonradan sonraya Kirov rayonunda orada məktəb direktoru elə o vaxtın elə qaldı orada işlədi. Axıra ömrünün axırınacan. Osman da çox özü çox zəhmətkeş, o da çox bilikli adamıdır. İşte institut qurtardı, getdi narkozu zaşita zad elədi oranı. Ondan sonra orada da dərs deyirdi. Narkoz institutda dərs deyirdi. Çox sağ olun, söhbət verdik bir yaşınızda. Sərəvin olan xatirələridir, başında olan sərəvlər haqqında bizə məlumat verdik, bizə minnətdarıq, çox sağ olun. Bir daha bizə minnətdarıq, çox sağ olun, Allah köməyiniz olsun. Vaxt tarifimizlə söhbətinizə elədiyinizə görə bir daha minnətdarıq sizə, çox sağ olun. Sizə də can sağlığı, uğurlu işinizdə, xoş günlər. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.